Sabunçu rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı paytaxt sakini 38 yaşlı Hüseyn Hüseynov saxlanılıb. Ondan 1 kiloqrama yaxın kristal şəkilli, güclü təsir edici narkotik vasitə olan kokain, 329 ədəd ekstazi və metadon həbi, eləcə də 178 qram marixuana aşkarlanıb. Hüseyn Hüseynov paytaxt ərazisində kokainin satışını təşkil edən əsas şəxs olub. O, ifşa edilməməsi üçün onunla əlaqə saxlayanlara özünü əcnəbi vətəndaş kimi təqdim edib və xarici dillərdə ünsiyyət saxlayıb. Mən o paketi atdı, içində 1 kilo kokain, tabletkalar M40, ekstazi tabletkaları miqdarı var idi. Onu setkada götürdü. Hüseyn Hüseynovun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Həmçinin Sabunçu rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən tədbirlər zamanı 36 kiloqram narkotik vasitə və əməliyyat yolu ilə 2 ədəd odlu silah aşkarlanıb.